Değerli izleyiciler, günlərdir müzakirə olunan Epstein ilə bağlı geniş miqyaslı araşdırma aparılıb və araşdırmanın nəticəsi məlum olub və inanılmaz nəticələr ortaya çıxıb. Bununla bağlı xəbər diqqətinizə çatdıracağım. Birləşmiş Ştatlar Federal Təhqiqat Bürosu pedofillikdə ittiham edilən Jeffrey Epstein ilə bağlı materialların təhlilini başa çatdırıb və gözlənilməz nəticəyə gəliblər. Federal Təhqiqat Bürosunun gəldiyi qənaətə görə Epstein nüfuzlu şəxslər üçün azyaşlıların cinsi xidmətlərini təşkil edən şəbəkəni idarə etməyib. Bu barədə məlumatı Associated Press agentliyi yayıb. Bildirilir ki, Federal Təhqiqat Bürosu geniş miqyaslı istintaq aparıb. Epsteinin bank köçürmələri və yazışmaları yoxlanılıb. Onun rezidensiyası axtarılıb, qurbanlar dindirilib və dünya elitası ilə əlaqələri araşdırılıb. Agentlər Epsteinin azyaşlı qızlara seksual zorakılıqlarını təsdiqləsələr də fahişəlik şəbəkəsini təşkil etdiyinə dair kifayət qədər sübut tapa bilməyiblər. Maliyyəçiyə aid ödənişlərdə cinayət fəaliyyətinə dair izlər aşkar edilməyib. Bir çox qurban bildirib ki, zorakılığı Epstein yox, digər şəxslər həyata keçiriblər. Bəzi qızların ifadələrində onun və tərəfdaşı Ghislaine Maxwell ilə əlaqələrinin dərəcəsi barədə dəqiq məlumatlar yoxdur. Yeri gəlmişkən qeyd edeyim ki, Ghislaine Maxwell sonradan 20 il müddətinə azadlıqdan məhrum edilib. Qızlar digər kişilərlə cinsi əlaqəyə girmələri üçün birbaşa əmr almalarını inkar ediblər və Federal Təhqiqat Bürosu sənədlərdə qeyd eləyir ki, bu şəxslərə federal səviyyədə ittiham irəli sürmək üçün kifayət qədər sübutu yoxdur. Buna görə də işlər yerli hüquq mühafizə orqanlarına göndərilib.